Biz son derece xaos baş verən bir dövrün ortasındayıq. Türkiye bu dövrün ruhunu çox erkən anlayan ölkələrdən biridir. Bunu Türkiye Prezidenti Recep Tayyip Erdoğan deyib. O bildirib ki, Türkiye'nin dənizçilik tarixində yeni bir mərhələnin şahidi oluruq. Müdafiə sektorumuza etibar etdik. Ağlasığmaz səviyyələrə çatdıq. Ötən ay 996 milyon dollar dəyərində müdafiə və aerokosmik məhsullar ixrac edərək tarixi bir uğura imza atdıq. Türkiye eyni vaxtda ən çox hərbi gəmi istehsal edə bilən ölkələrdən biridir. Dost ölkələrə ixrac üçün 15-dən çox hərbi gəmi istehsal edirik. Layihələrimizin dəyəri 25 milyard avrodur. Gəmilərimizi ən azı 80% yerli komponentlərdən istehsal edirik. Bugün təhvil verdiyimiz gəmilərdə istifadə edilən döyüş idarəetmə və axtarış xilas etmə sistemləri tamamilə yerli şirkətlərimizə məxsusdur. Rumıniya ilə imzaladığımız satış müqaviləsi ilə Türkiye tarixində ilk dəfə olaraq NATO və Avropa Birliyi ölkəsinə hərbi gəmi ixrac edir. Həmçinin bugün qəhrəman dəniz qüvvələrimizə güc qatacaq Qoç Hisar gəmisini istismara veririk deyə Erdoğan qeyd edib.